İsmail rayonundayam. Ucqar bir dağ kəndi. En qədim insan məskənlərindən biridir bura. Yəni hər kəs qonağım ola bilər. Düzdür, qaz çəkilməyib bu kəndə. Biraz şərait qışda çətin məsələdir. İndi odun peçi quracam. Çox vahiməli kənddir bura. Həddindən artıq. Yəni qışda ümumiyyətlə adam olmur. Baskalı girəndən sonra baskalar. Yolu gəlir ta dirənir dağların dibinə. En qədim insan məskənlərindən biridir. Burada da gediş yoxdur da gəldim. Bizim evlər axırıncı gün gecədir, sabah gündüz çəkərəm, baxarsınız. Dirənir arxa Pirqulu qoruğudur, dağlardır. Yəni en qədim insan məskənlərindəndir. En qədim insanlar həmişə dağlarda, mağaralarda və suyun, əsasda çayın. Bax burada bax çay düz buradan axır. Bax o qaranlıq var, orada dərə çay. Qar da yağıb, qar da var, azdır. Deməli məsələ nədir? Burada qəbirstanlıq kənddən çox uzaqdadır. Çox xeyli uzaqdadır. Mənim atam 2002-də dünyasını dəyişdi və bura bir qar yağmışdı 2002-də. O qar daha heç vaxt yağmıydı. Elə o vaxtdan cəmaatın dilində qalıb məhbub ölən ilin yağan qar deyirlər. Çox dəhşət bir qar yağmışdı. Sağ olsun bu el cəmaat mənim atamı heç bilmədi. Bax sinəyə qar çatırdı da, yəni 1 metrdən yuxarı qar var idi. Atamı necə dəfn elədilər, necə o qəbir qazıldı, necə yəni bax, yəni bu kəndə, bu el-obaya mən borcluyam. Burada kim dünyasını dəyişirsə, mən mütləq o hüzur, yəni özümü bura borclu sayıram. Həm elim obamdır, həm də ki o mənim atamı o qarda çoğunda dəfn elədilər. Qəbirstanlıq da çox aralıdadır, meşənin içindədir və çox vahiməli yerdədir. Mən atam dünyasını dəyişəndə özümə söz verdim ki, mən bu kəndə nə vaxt ayaq bassam, mən birinci atamın qəbrinin üstünə gedəcəm. Və iş elə gətirdi ki, mən hər dəfə demək olar ki, kəndə gələndə gecə gələsi olurdum. Özümlə qalırdım üzbəüz, neyiniyim və gecələr mən gecə saat 12-də, el olub 1-də mən o qəbirstanlığa tək getmişəm. Kənddə aralıdır və qorxunçdur, belə vahiməlidir. Deməli qəbirstanlığa çatana qədər ürəyim az qalır çıxsın yerindən. Amma ki dala qayıda bilmirəm, özüm vicdanımla üzbəüz həm də və gedirdim qəbirstanlığın içinə girirdim. Girəndən sonra heç bir qorxu qalmırdı. Tam belə rahatçılıq da bir. Oturdum qəbrin yanında. Elə bilirdim ki, o uşaq vaxtı necə atanın yanında adam qorxmur. Elə bir his keçirdim. Elə ki bir də qəbirstanlıqdan çıxanda dəhşət başlayırdı. Bax onda bir dənə vahimə, elə bilirdim ki, dalınca kimlərsə düşür. Düzdür, indi mən başa düşürəm ki, bunlar hamısı mifdir. Çünki mən bu gecə vaxtı indi hara istəyirsən gedim, mən o qorxuları hamısı məhv eləmişəm. Qorxu labüddür, qorxu olacaq da, yəni gecə burada canavar küçədə gəzir, çaqqal adama hücum eləyir. Çünki burada patron güllə o qədər bahadır ki, cəmaat çaqqaladır, güllə atmır. Həm də qışda hamı köçüb gedir, qazı yoxdur deyə hamı gedir şəhərdə yaşayır, burada qalmır. Ona görə yəni amma çox dəhşət mənzərəsi var, çox gözəl. Yəni bura hələ bura turist zonası kimi aktivləşməyib. Şəhərdən də 157 kilometr yoldur bura. Asfalt yolda düz gəlir, yəni qapıya kimi. Yəni çox gözəl bir mənzərəsi var. Çox. İsmail rayonu Kələcəyivə kəndi. Bilən bilir 157 kilometr buradan paytaxtdan bura. Amma digər ki burada elə macəralar var, Sulut var, qonşu kənd, 40 otaq, xanın 40 otaqlı sarayı. Bura vaxtında Şirvanşahların yaylaq paytaxtı olub. Mən videolar var, çəkib paylaşmışam. Çox. Yəni indi demirəm, indi də gələ bilər. Yəni yayda hər kəs qonağım ola bilər. Burada hər şərait var yəni. Elə. Qəbirstanlıq yəni bilirsən necədir bax. Bu kafanın içində mif yoxdursa, yəni ki ora bir mif yükləməyiblərsə, çay Quleybanı, ay nə bilim, cin, şeytan, qorxası heç nə yoxdur. Proqram içərdədir. İçəridə yaşayan var. İçəri nə yükləyiblərsə odur. Çöldə heç nə yoxdur. Şöyle buna bax. Canavardır, çaqqaldır, çıxacaq qalağa. Bir daha girişəsən ona, qaçıb gedəcək də. Çünki bu dünyada insandan vəhşi heç nə yoxdur. En vəhşi canlı baba insan. Doğrular.